bu hakkında dedim. Yeni məlhəmimiz bizim bu üzdə olan civzələri, ləkələri təmizləyir, üzün qırışını qaydasına salır, üz dərisini gözəlləşdirir. Və təbii ki, başqa bir məlhəmimiz bədəndə olan yaraları, sızaqları, ləkələri aparır, ağrını götürür. Başqa bir məlhəmimiz, məcunumuz da dedim, onun haqqında qaraciyər təmizləyir, qanın faizini artırır, prostat vəzinin fəaliyyətini yaxşılaşdırır, cinsi gücü artırır, immuniteti qaldırır. Və başqa bir məlhəmimiz də bizim, dedim, o çox güclü oynaq ağrılarını kəsmək üçündür, çox sinir ağrılarını, əzələ ağrılarını qaydaya salır, qıc olmalardan qaldırır, baş ağrısında çox gözəl effekt verir, migren ağrılarında. Başqa bir məlhəmimiz pullu dəmirovda istifadə olunur. O da kəpəyi aradan qaldırır, yaranı sağaldır və qaşıntını aradan qaldırır. Başqa bir məlhəmimiz də yenə də damar xəstələrində çox gözəl, varikoz damarda çox gözəl effekt verir. Ağrını götürür, qan dövranını yaxşılaşdırır.